Masazırda eyni ev sahibi olmaqla 2 dənə mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlaklar hər ikisi bina evidir. Yerləşir Masazırda. Qurtuluş 93-də 6 mərtəbəli yeni inşa olunmuş binanın 4-cü mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, orta təmirli bir mənzildir. Bütün əşyaları ilə birlikdə satılır. Bu mənzilin sənədi müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Qiyməti 70.000 manatdır. İkinci mənzilimiz isə o da yerləşir Qurtuluş 93-də. O 6 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsindədir. Həmən binaya kupça verilib, sadəcə mənzil sahibi özü kupça almayıb. Alıcı tərəfindən, yəni alıcı olduğu təqdirdə kupça alan şəxsin adına rəsmiləşdiriləcək. Bu mənzildə bir otaqdan 2 otağa düzəlmə, orta təmirlidir və bütün əşyaları ilə birlikdə satılır. Bu mənzilin qiyməti isə 55.000 manatdır. Ümumi sahəsi 45 kvadratdır. Dəyərli izləyicilər, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu daşınmaz əmlaklar yerləşir Masazırda, Qurtuluş 93-də. Birinci mənzil yerləşir 6 mərtəbəli binanın 4-cü mərtəbəsində. Ümumi sahəsi 50 kvadratdır. Bir otaqdan 2 otağa düzəlmədir. Orta təmirlidir. Sənəd müqavilədir. Bütün əşyaları ilə birlikdə satılır. Qiyməti 70.000 manatdır. İkinci mənzil isə bu da yerləşir Qurtuluş 93-də. 6 mərtəbəli binanın 6-cı mərtəbəsində. Ümumi sahəsi 45 kvadratdır. Bir otaqdan 2 otağa düzəlmədir. Orta təmirlidir və bütün əşyaları ilə birlikdə satılır. Bu mənzilin sənədi kupçadır. Amma kupça alınmayıbdır. Kupça alan şəxsin adına rəsmiləşdiriləcək. Dəyərli izləyicilər, hər iki binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağında da çox yaxın bir ərazidə yerləşir. Bir də onu xatırladım ki, dəyərli izləyicilər, bu iki mənzildən biri satışa çıxarılacaq. Yəni ev sahibi hər iki mənzilini satışa çıxarıbdır. Hansı tez satılsa o mənzil satılıb, digəri isə qalacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.